Məncə bizim Ermənistan, xüsusən də Yerevan bələdiyyəsinin işçiləri, ümumiyyətlə siyasətçilər gərək Bakıya gedib bu ölkədə görülən infrastruktur işləri, şəhərsalma modelini seyr etsinlər. Sonra gəlib Ermənistanda bir neçə il dinməz söyləməz başlarını aşağı salıb işləsinlər. Bu sözləri Bakıda olmuş Samvel Meliksetyan Yerevanda mətbuat konferansında deyib. Çünki Azərbaycan həqiqətən 30 il bir ölkə qurub. Orada əlbəttə hamımıza məlum olan çox böyük bir nöqsan var. Lakin orada müxtəlif sahələrdə nailiyyətlər var, hansılar ki bizdə yoxdur. Və bu həmçinin bizim bugün nə üçün bu vəziyyətdə olduğumuzu anlamağa imkan verir. Noyabrda Azərbaycan paytaxtına səfər etmiş erməni sülh təşəbbüsçüləri bu iki ölkə və xalq arasında oxşarlıqlardan da danışıblar. Həm Ermənistanda, həm də müəyyən dərəcədə Azərbaycanda qəzəb, inamsızlıq və kin hökm sürür. 35 illik dövrdə bu dərin düşmənçilik və nifrət tamamilə təbiidir. Arek Koçiryan deyib. O, Bakı təəssüratlarını bu cür paylaşıb. Tez-tez diqqəti çəkən o idi ki, telefonla danışanda zəngə cavab verərkən ha brat deyirlər. Ha brat eşidəndə bu an sənə elə gəlir ki, ətrafındakılar ermənidir. Bu baxımdan da hətta təəccüblüdür. Nə qədər oxşarlıqlarımız var. Çox oxşarlıq var. İnsanların geyim, davranma tərzi, yeməklər, musiqi və s. Samvel Meliksetyan təsdiqləyib və əlavə edib ki, sitat, əlbəttə oxşar olmayan məsələlər də var. Sitatın sonu. Bundan əvvəl sülh körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də Yerevanda olmuşdular.